insanlar hər şeyindən qalsalar da, bütün nə problemləri olsa da səyahətlərindən qalmırlar. Əvvəla onu deyim ki, bu fikrinizin sonluğu ilə tam olaraq razı deyiləm. Əslində bizim cəmiyyətdə bu dediyiniz nüans nəyindən qalsa da səyahətindən qalmaz nüansı tam olaraq hələ ki formalaşmayıb. Hələ ki formalaşmayıb. Xeyr, bu pandemiya ilə bağlı bəli müəyyən bir təkan oldu. Çünki pandemiyada insanlar belə deyim, pandemiyadan sonrakı dövrdə həyata daha baxışları, baxış bucaqları dəyişdi. Yəni o bir nöqtədə deyək ki, bu insanların evdə qalmağı, evdən çölə çıxmamağı artıq azad olmaq şansı verdi insanlara pandemiyadan sonrakı dövrdə təzədən. Bir nöqtədə insanların bir evdə qalmağı, aylarla bir yerə çıxmamağı, insanlarda beynində artıq azad olmaq istəyi formalaşdırdı. Və azad olmaq istəyi də səyahətə yön verdi, səyahətə can atmağa daha çox imkan verdi. Və bununla da səyahət rəqəmləri artmağa başladı, bəli, dəyişim var.